Və qardaşlar, bunlardan başqa da fəzilətlər vardır. Bunlardan başqa da bir çox fəzilətlər vardır. Kəbədə gəlib namaz qılmaq, Məscid-ül Haramda Kəbədə namaz qılmaq, başqa məscidlərdən namaz qılmaqda fəziləti 100 min qat artıqdır. Yəni bundan başqa da sən ümrənin fəzilətindən, savabından başqa da savab qazanacaqsan. 100 min savab nə demək? Sən düşün, sən evində olduğunda qıldığın namazı neçə il namaz qılasan ki, burada qıldığın namaza bərəbərinə çatsın savabı. Məscidi, Allah Rasulunun məscidinə gedəcəksən, Mədinəyə ziyarət edəcəksən, orada qılınan namaz necədir? 1000 qat daha artıqdır. Digər məscidlərdə qılınan namazlardan. Ümrəni etdinmi, lap üst qata çıxacaqsan. Bura daha üst qatdır, qardaşlar. Burada ümrəni etdikdən sonra gəlib təvaf edə bilərsən. Təvaf da böyük bir ibadətdir. Hər addımına günahın silinir və sənə bir fəzilət yayılır, savab yazılır. Və qardaşlar, bu şeyə can atın, çalışın, həris olun. Baxın, soruşun gedib gələn qardaşlar. Məşallah Nəsib qardaş ilk dəfə ümrəyə gəldi. Baxın, necə əlhəmdülillah sevindi, necə əlhəmdülillah qəlbi açıldı, imanı artdı. Bu imanın dadını, şirinliyini daha gözəl başa düşdü. Yəni, düşünün, sən istəməzsənmi ki, qardaşım, illərlə ibadət edərkən durduğun qibləyə gəlib görəsən? İstəməzsənmi, qardaşım? Bu böyük bir fəzilət, böyük bir şərəf deyilmi sənin üçün? Ona görə, qardaşlar, fürsətinizi qaçırmayın. Elə bugündən başlayın ki, özünüzə imkan eləyin, gələsiz, bu ibadəti dadasız. Cəzakumullahu xayran, barakallahu feykum. Subhanəkə Allahumma